ABŞ-la münasibətlərin yenilənməsi və strateji tərəfdaşlığın bərpasının əhəmiyyəti Vaşinqtonda keçirilən görüşdə müzakirə olunub. Gürcüstanın Xin müavini Laşa Darsaliya ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb. Görüşdə Gürcüstanın ABŞ-dakı səfiri Tamar Taliyashvili və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Kolter də iştirak ediblər. Tərəflər regional prosesləri və əməkdaşlığın perspektivlərini müzakirə ediblər. ABŞ tərəfi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləyib. Fevralın 6-sında Təhsil Naziri Dövlət və Texniki Universitetlərinin nümayəndələri ilə görüşəcək. Givi Mikanadze bütün sualları cavablandırmağa hazır olduğunu bildirib. Bundan əvvəl isə Təhsil Nazirliyində daha bir görüş keçirilib. Nazir müavini Tbilisi Dövlət Universitetinin rektor və professor müəllim heyəti ilə görüşüb. Rektor Caba Samuşyanın sözlərinə görə görüşdə bir sıra kəskin suallar səsləndirilib. Mahnı ilə canlanan Tarix adlı konsert Dövlət Folklor Mərkəzində Satanao ansamblının iştirakı ilə keçirilib. Tədbir musiqi və maarifləndirici formatı birləşdirərək Gürcüstanın 19-cu 20-ci əsrlərdə mübarizədən qələbəyə gedən yolunu mahnı və söz vasitəsilə təqdim edib. Layihə çərçivəsində ölkənin mühüm tarixi dövrlərini əks etdirən musiqi nümayəndələri səsləndirilib. Konsert Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub. Rusiya Odessaya kütləvi hücum edib, 2 nəfər yaralanıb. Hücum nəticəsində yaşayış evləri, məktəb və uşaq bağçası zərər görüb. Zaporojiyaya edilən hücumda isə 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. Onlardan 3-ü az yaşlıdır. 5 çox mərtəbəli yaşayış binası zədələnib. Fevralın 3-ünə keçən gecə Rusiya Ukraynanın enerji sektoruna ilin əvvəlindən bəri ən güclü zərbəni endirib. Ukrayna istiqamətində 71 raket və 450 dron buraxılıb. Kiyevin Darnitski və Dneprovski rayonlarında kritik infrastruktura hücumundan sonra 1100-dən çox ev istiliksiz qalıb. Ağ Evin mətbuat katibi Caroline Levitt bildirib ki, Kiyevə qarşı həyata keçirilən geniş miqyaslı raket hücumu Donald Trump üçün gözlənilməz olmayıb. Onun sözlərinə görə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında planlaşdırılan danışıqlar davam edəcək. Üç tərəfli danışıqlarda xüsusi nümayəndə Steve Utiko və Jared Kushner iştirak edəcək. Qeyd edək ki, Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar bugün Abu Dhabidə başlayır. ABŞ ilə İran arasında danışıqlar davam edir. Bu barədə ABŞ prezidenti məlumatı təsdiqləyib. Axios nəşri 2 anonim mənbəyə istinadən yazır ki, İran ABŞ-la planlaşdırılan danışıqların məkanının və formatının dəyişdirilməsini tələb edib. Görüşün cümə günü İstanbulda keçirilməsi nəzərdə tutulsa da, Tehran danışıqların Omanda baş tutmasını istəyir. Eyni zamanda İran danışıqların yalnız 2 tərəfli formatda İran və ABŞ arasında keçirilməsində israrlıdır.